Salam dəyərli izləyicilər. Bugün sizinlə Bakı mətbəxinin hal-hazırda bir qədər unudulmuş, dadlı, ləzzətli plovlarından lobya çilovun hazırlama qaydasını bölüşürük. Sizdən ricamız bu videonu sona qədər izləyin, amma izləməyə başlamamışdan qabaq bir saniyənizi ayırıb video like etməyi də unutmayın. Xoş seyirlər. Plov üçün bizə lazım olan ərzaqlar: qaragöz lobya, uzun düyü, zəfəran, ərinmiş kərəyağı, təmiz su, kişmiş, qaysı qurusu, hissə verilmiş duzlu balıq və duz. 250 ml stəkandan 3 stəkan, ümumi çəksə 650 qram uzun düyü götürmüşük. Üzərinə 2 dolu xörək qaşığı duz və üstünə çıxana qədər ilıq su əlavə edib, duzu suda həll edib, düyünü bu suyun içərisində 2-3 saat gözlədirik. Ardınca plovun altının qazmağı üçün xəmir yoğururuq. 200 ml stəkandan 1 dolu stəkan, yəni 130 qram ərənmiş unun üzərinə 1/3 çay qaşığı duz əlavə edirik və ayrıca qabda götürdüyümüz 1 dolu xörək qaşığı yarım qatığa 1 çimdik soda əlavə edib qatıb, sodanı qatığın içərisində söndürüb onu da bura əlavə edirik və 3 dolu xörək qaşığı bitki yağı da əlavə edib yumuşaq xəmir yoğururuq. Bu arada bugün 3-cü çərşənbə yel çərşənbəsidir. Sizin hamınızı yel çərşənbəsi münasibətilə təbrik edirik. Canınız hər zaman sağ-salamat, könlünüz xoş, süfrələriniz bol, ruzulu, bərəkətli olsun. Çərşənbəniz mübarək. Gördüyünüz kimi belə bir yumuşaq xəmir yoğurduq. Xəmirin üzərinə streç çəkib onu kənarda elə masanın üzərində digər işlərimizi görənə qədər biraz gözlədirik. Ardınca plovun yanında servis etmək üçün duzlu balığı bişməyə qoyuruq. Götürdüyümüz xəşən balığıdır. Bir qədər iri olduğundan bu reseptdə onun yarı hissəsini bişirəcəyik. Fərq etmir. Lobya çilovun yanı üçün istədiyiniz digər hər hansı hissə verilmiş duzlu balıq bişirə bilərsiniz. Əvvəlcə balığın kəsib götürdüyümüz hissəsinin üzərini və içərisini axar suyun altında tərtəmiz yuyuruq. Balığı yuduqdan sonra onu bir neçə qat kağıza sarıyıb, bu kağızları suda yaxşıca isladırıq və balığı 180 dərəcəli sobaya bişməyə qoyuruq. Bir armudu stəkan lobyanı axşamdan islatmışıq. İndi islatdığımız lobyanı qaynayan suya əlavə edirik. Üzərinə yarım çay qaşıq duz da əlavə edib lobyanı yumşalana qədər bişiririk. Daha sonra plovun şirin qarasını hazırlayırıq. Burada hərəsindən 200 qram kişmiş və qaysı qurusu götürmüşük. Əvvəlcə onları aşsənin içərisinə əlavə edib axar suyun altında tərtəmiz yuyub suyunu süzürük. Sonra qaysı qurularını iri olduqlarına görə 2 hissəyə bölürük. Şirin qaranı hazırlamaq üçün qazançaya və yaxud da tavaya 1 dolu xörək qaşığı ərinmiş kərəyağı əlavə edirik. Yağ əriyib isindikdən sonra meyvə qurularını qazançaya əlavə edib onları gür atəşdə 1 dəqiqə çeviririk. Daha sonra qazanın dibinə 200 ml stəkandan yarım stəkan təxminən su əlavə edib qazançanın qapağını örtürük. Qazı da biraz azaldıb şirin qaranı meyvə quruları yumşalana qədər bişiririk. Plovun zəfəranını da dəmləyirik. 7-8 tel zəfəranın üzərinə qaynar su əlavə edib qapağını örtürük. Elə masanın üzərində dəmlənməyə qoyuruq. Ardınca islatdığımız düyünün suyunu süzüb onu axar suyun altında suyu şəffaflaşana qədər bir neçə dəfə yuyuruq. Düyünü süzmək üçün bir qazanda qaynamağa 4 litr su qoymuşuq. Su qaynayan kimi içərisinə 1 dolu aş qaşığı duz əlavə edib qatırıq və yuyub suyunu süzdüyümüz düyünü bura əlavə edib onu yarı bişmiş olana qədər qaynadırıq. Düyünü 2 barmağınızın arasında da yoxlaya bilərsiniz. Çiy qalmamalıdır. Qaragöz lobya da artıq hazırdır, yumşalıb, onu yuyub süzmüşük. Plovun qarası da burada bişir, onu arada qarışdırırıq. Düyü hazır olana qədər biz qazmaq xəmirini plovu dəmə qoyacağımız qazanın dibinin ölçüsündə açıb hazır qoyuruq. Düyü də artıq hazırdır, qazanın altını söndürürük. Bu zərif düyü olduğuna görə fikir verin, hazır olduqda suyun üzünə qalxır. Onu süzürük. Çox videolarda mən onu sizə göstərmişəm. 2 barmağınızın arasında yoxlayın, çiğliyi olmamalıdır.
Plovu dəmə qoyacağımız qazanı ocağın üzərində isidib, içərisinə bir xörək qaşığı ərinmiş kərə yağı əlavə edirik. Yağ isindikdən sonra yaydığımız qazma xəmirini 4 qatlayıb səliqəli şəkildə qazanın dibinə yerləşdiririk və onu hər hansı bir yumru forma ilə kəsirik. Belə eləyirik ki, sonra bizim üçün qazmağı servis etmək rahat olsun. Xəmirin üzərindən qazana bir qat süzdüyümüz düyüdən əlavə edirik və üzərindən də biraz qaragöz lobya. Bu qaydada düyü və qaragöz lobya bitənə qədər onları qazana növbəli şəkildə qat-qat yığırıq. Düyü ilə qaragöz lobyanı qatıb elə də əlavə edə bilərsiniz qazana. Düyünün üzərinə dəmlədiyimiz zəfəranı gəzdirib qazanın çay dəsmalına sarınmış qapağını qoyuruq. Ocağın üzərinə dəmir parçası yerləşdirib qazanı dəmir parçasının üzərinə yerləşdiririk və plovu orta atəşdə 1 saat yarım dəmə qoyuruq. 40 dəqiqə dəmdə qaldıqdan sonra plovun yağını veririk. Xırda hissələrə böldüyümüz 60 qram kərə yağını plovun üzərinə düzüb onu yenidən dəmə qoyuruq. Balıq da bişib hazırdır. Pullarını təmizləyib onu tikələrə bölüb nimçəyə düzürük. Plovumuz da dəm alıb hazırdır. Qapağını qaldıran kimi içərisindən buxar ayrılır. Buxarla bərabər plovun ləzzətli ətri bütün evə yayılır. Biz plovun yanı üçün balqabaq da bişiririk. Əslində lobyaçılovun reseptində balqabaq yoxdur, amma biz xoşladığımıza görə hazırlayırıq. Çox da yaraşır, ləzzətli olur. Yazın görək siz bu plovu tanıyırdınızmı? Kimlər hazırlayırlar? Əgər hazırlayırsınızsa öz hazırlanma üsulunuzu burada bizimlə və izləyicilərlə bölüşə bilərsiniz. Amma bölgənizi də qeyd edin. Fikir verirsiniz, düyülər dəndəndir, qazmağı da xına kimi. Düyülər o qədər gözəl pişiblər. Yup-yumşaqdır, ağza qoyduqda əriyir. O qədər gözəl pişib ki, düyülər elə bir çəksizləşiblər, yüngülləşiblər. Və plovu buluda çəkəndə sanki düyülər rəqs eləyir, titriyirlər. Yəni o qədər yüngüldür ki, onu buluda çəkəndə düyü titriyir, rəqs eləyir. Əla alınıb plov, tam qaydasında həm əzilməyib, dəndəndir, həm də ki gözəl bişib. Siz də hazırlayın, çox ləzzətli plovdur. Yanında şirin qarası, hissə verilmiş duzlu balıqla servis edirik. Biz yanında balqabaq da bişirib qoymuşuq, çox ləzzətli olur. Siz də hazırlaya bilərsiniz. Sizinlə yayda qaysıdan, yəni ərikdən nektar hazırlamışdıq. Qaysı nektarı. Ondan bir dənə qalıb, istəyirəm açım sizə göstərim. Siz də mövsümündə hazırlayarsınız. Çox ləzzətlidir. Alınmadan qat-qat milyon dəfə ləzzətlidir. Həm də bilirsiniz ki, özünüz hazırlamısınız. Hazırlama qaydası kanalımızda var. İzləyin, mövsümündə siz də hazırlayın, bəyənəcəksiniz. Mən bir daha hamınızı çərşənbə münasibətlə təbrik edirəm. Süfrələriniz həmişə gözəl nemətlərlə dolu olsun. Neçə gözəl bayramlara. Hələlik.